Gladio nədir? Gladio əvvəl onu deyim ki, Roma legionerlərinin qılıncına deyilirdi. Və 20-ci əsrin 40-cı illərinin sonlarında yayılan antikommunist və antisolcu təşkilatların şəbəkəsinə deyilirdi ki, bunlar Gladio adlanırdı. Və simvolları isə bayquş idi. Belə ki, Dünya müharibəsindən sonra Avropada kommunistlərin və solcuların doğrudan nüfuzu artmağa başladı, sürətlə artmağa başladı. Hətta seçkilərdə qalib də gəldilər bəzi ölkələrdə, məsələn Fransa və İtaliyada. Bu aydındır ki, Avropada böyük bir təşviş doğurdu. Nəticədə Mərkəzi Kəşfiyyat İdarəsi, eyni zamanda Mi-6 və NATO-nun kəşfiyyat orqanlarının təşəbbüsü ilə Avropada bu nüfuza qarşı mübarizə aparacaq sağçı, millətçi və dindar qruplardan ibarət geniş təşkilatlar şəbəkəsi yaradılmağa başladı və bunlara Gladio əməliyyatı adı verildi. İlk dəfə belə bir təşkilat 1948-ci ildə İtaliyada yaradıldı və İtaliya Sosial Birliyi adlanırdı ki, nüfuzlu nümayəndəsi Valerio Borghese idi ki, bir neçə onun təşkilatı özündə birləşdirildi. Bundan sonra başqa ölkələrdə də yaranmağa başladı. Bunların ümumi rəhbərliyini Brüsseldə əvvəlcə yerləşən Avropa Birliyinin gizli komitəsi, 1951-ci ildə isə Belçikanın Mons şəhərində yerləşən Avropa Gizli Planlama Mərkəzi həyata keçirildi. İlk bunların ən böyük hərəkatları isə bunların 1972-ci ilin 31 mayında Gorizio'da 2 polisin partladılması oldu ki, buna Petaccio puskusu deyirdilər. Bundan sonra İtaliyada 80-ci illər boyu, 70-80-ci illər boyu İtaliyada solcu və sağçıların silahlı qarşı durmasının arenasına çevrildi və buna da gülləli illər deməyə başladılar. Yalnız 90-cı ildə İtaliyanın baş naziri Giulio Andreotti Gladio'nun olduğunu və onun dövlətlə, mafiyanın əlaqəli olduğu ilə boynuna alması ilə yekunlaşdı. Başqa ölkələrdə də belə açıqlamalar oldu.